adətinə hazırlanmadısa, nəinki yemək, şirniyyatı da adiyyəti var yəni. O yemək ortaya gözəlliklə gəlib çıxmaz. Biz aşpazlar, Şahin müəllim üzr istəyirəm sözümə görə, həmişə deyirəm, biz aşpazlar heykəltaraşıq. Biz aşpazlar rəssamıq. Biz istədiyimiz əlimizdə olan ərzaqlardan istədiyimiz heykəli, istədiyimiz gözəlliyi yaradırıq. Və gələcək tələbələrə, aşpaz olmaq istəyənlərə bu işə pula görə yox, sevgiyə görə, istəyə görə, ortalığa gözəl, ləziz təamlar çıxartmağınıza görə gəlməyinizi arzu edirəm. Bəli, birinci sevgi, gözəllik, sonra pul düşünürük. Çünki qəşəng iş görməyəndə heç kim sizə pul verməyəcək. Və bu sevgini, Allah razı olsun, Cərulla baladan, qardaşımdan, balam, evladım, əzizim. Çünki yəni bu ailəyə mən gələndə, Allah can sağlıq versin, mən canım cigərim, böyük bacım, böyük bacım Arzu müəllimə, yəni bizi səhv salırlar. Deyirəm ki, hə, o mənim böyük bacımdır, biz ikizik. Yəni belə də deyirəm. Yəni yad bir insanlar bu Master CC Akademiyasından Cərulla sənə gün çox sağ ol deyirəm. Bacı olublar, yaxın olublar, doğma olublar və bir böyük ailə olublar. Bir böyük ailə adından, müəllimlər adından uşaqlar, sizə də bizə elədiyiniz hörmətə görə çox sağ ol deyirəm və gələcəkdə uğurlar arzulayıram sizə. Mən də hər birinizi arzulayıram uğurlar. Bir söz demək istəyirəm, yaxşı ki varsınız, yaxşı ki bizimləsiniz və hər şeydən öncə yaxşı ki bu sənəti seçdiniz. Bu ürəyə sahib olmuşsunuz ki bu sənəti seçə bilirsiniz. Ürək olmayan insan bu sənəti seçə bilərmi? Komanda, müəllimələr seçə bilərmi? Yəni yemək pişirə bilərmi? Bir mahnı oxuya bilərmi? Bir şeir yaza bilərmi? Məncə yox. Və hər şeydən öncə Allah yolunuzu açıq eləsin. Həqiqətən Allah yolunuzu hamınızı açıq eləsin. Bir yerdə deyək, bir-birimizə hər ağızda bir dua var. Allah yolunuzu açıq eləsin. Hər yerdə, hər zaman Master CC Akademiyanın məzunu olaraq qürur duyasınız. Hamınıza dərin təşəkkür edirəm. Dərin təşəkkür edirəm və bir söz demək istəyirəm, bir yerdə deyək, el bilir ki sən mənimsən, yurdum yuvam, məskənimsən, anam doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, tanır bir yerdə, Azərbaycan, alqışlayaq Azərbaycanımızı, Bakımızı, hər bölgələrimizi, hər bir bölgənin özünə məxsus öz gözəl yeməkləri var və hamısı da müəllimə biri-birindən dadlıdır. Həqiqətən dadlıdır. Bir dənə üzürlü sayın. İnci məsul Avropa mətbəxinin aşpazları, vallahi billahi diyeceğim də ya, qoy düşsün. Ulkünün arasında kətleti pendiri qoyub deyib burger. Qurban olan öz milli mətbəximizə, Azərbaycanın gözəl, dərin, zəngin, hələ də kəşf etmədiyimiz qədim yeməklərimiz. Yəni, Azərbaycan mətbəxinə dünyanın heç bir mətbəxi çatmayacaqlar. Həm də paxlavamız. Azərbaycanın paxlavası bir nömrəni vurmuş şirniyyat növüdür. Yəni, başqa ölkələrin şirniyyat hazırlasa belə, Azərbaycanın adı gələndə paxlava deyirlər.